Salam. Gəlin söhbətimizə kiçik bir eksperimentlə başlayaq. Gördüyünüz bu eksperimentdə stəkanın içində əsasi məhlul var, yəni qələvi məhlulu var. Qələvi məhlulu fenolftalein indikatorunun rəngini çəhrayı rəngə boyamışdır və biz bu çəhrayı rəngi üzərinə turşu əlavə etməklə, stəkanın içində turşu əlavə etməklə bunu neytrallaşdıra bilərik və rəng dəyişməsinə səbəb olar bu. Amma turşu olaraq nəfəsimizdəki karbondioksid işlədirik. Bu eksperimentdə karbondioksid əsasla reaksiyaya girərək əsası neytrallaşdırır və məhlulun rəngi gördüyünüz kimi tamamilə neytrallaşmışdır. Gördüyünüz bu proses və buna bənzər bir çox kimyəvi proseslər əslində gündəlik həyatımızda da baş verir. Bu proseslərin biz təbiət hadisələri zamanı da müşahidə edə bilərik. Məsələn, turşu yağışları zamanı, ildırım çaxarkən, vulkan püskürmələrində baş verən kimyəvi proseslər. Bu kimyəvi prosesləri öyrənmək üçün fizikanın və kimyanın dərinliklərinə yiyələnmək lazımdır. Hamınızı elmin dərinliklərinə, elmin sehirli dünyasını öyrənməyə dəvət edirik. Çox sağ olun.